Yeni il masası üçün məndən fikirlər gözləyən izləyicilərimiz yaxın əyləşsin. Çünki bu videoda çalışdım sizlər üçün praktik masa dekoru, həm də maraqlı menyu hazırlayım. Ayaqlı mürəbbə qablarının arasına mişuranı yerləşdirdim ki, az sayda olan budaqlara həcm verə bilim. Mürəbbə qabları da bu dəfə şamdan rolunu oynayacaq. Masada nə qədər çox şam olarsa bir o qədər yaxşıdır. Qablarımla uyğunlaşsın deyə gülləri daha sonra dəyişdim. Dekorda istifadə etdiyim qablar kimi servisim də Emsan mağazasındandır və ənənəyə sadiq qalaraq iki fərqli qab seriyasını üst-üstə düzdüm. Qızılı əlavələri olan çəkil bıçaq dəstimi yerləşdirəndən sonra iki növ bakal seçdim. Emsanın meyvə qablarını bu dəfə yeməkləri yerləşdirmək üçün istifadə edəcəm. Və keçid alaq əsas məsələyə. Yoldaşımın tutduğu bu sazan balığını öncə marinə etdim. Zeytun yağı, limon suyu, duz, istiot və sarımsaq əlavə edib onun üzərinə çəkdim. Daxilinə rozmarin qoymaq yaxşı olardı, mən amma tapmadım. Üzərinə də limonları yerləşdirib 200 dərəcədə bişirdim. Növbəti isti yeməyimiz toyuq əti səbətləridir. Toyuğun döşətini ət maşınından keçirdim, duz, istiot əlavə etdim, üzərinə mayonez çəkdim və səbətlərə soğanla qovurduğum göbələkləri yerləşdirib bişirdim. Ən sonda Holland pendiri səpmişdim. Kartofu da gördüyünüz şəkildə airfryerdə hazırladım. Soyuq gələn altılardan isə ilk öncə krab çubuqlarından belə bir rulet düzəltdim. Lavaşın üzərinə mayonez, krab, növbəti lavaşın üzərinə krem pendiri və yumurta, ən sonla isə mayonez və Holland pendiri oldu. Növbəti il at ili olduğu üçün də nal formasında salat düzəltdim. Öncə yumurtanın ağını rəndədən keçirdib düzdüm. Daha sonra toyuğun döşəti və hazır aldığım kariyə sayağı kök. Yumurtanın sarısından öncə soğan da qatmaq olardı, amma mən etmədim. Ən sonda isə Holland pendiri səpdim. Bax belə, masamız hazırdır. Arzu edirəm yeni ildə canınız sağlam, masanız isə hər zaman ruzulu və bərəkətli olsun. Hələlik.